öz həyatımızda dəyişiklik yaratmaq və nəzərə alsaq ki, İmam Zaman əleyhissalam elə bir cəmiyyətə qədəm qoymağa çalışır ki, o cəmiyyət yalanı normallaşdırmayıb, normal hala gətirməyib. İmam Zaman əleyhissalam elə bir ictimaiyyətə qədəm qoymaq istəyir ki, o ictimaiyyət günahı adi bir hal saymır. İmam Zaman əleyhissalam elə bir ictimaiyyətə, cəmiyyətə qədəm qoymağa çalışır ki, o ictimaiyyət insaf və vicdan hissini unutmayıb. Bir Şeyx Müfid öz dövrünün nəhəng alimlərindən biridir. Ağır bir məsələ ilə qarşılaşmışdı. İndi hərə özünə görə bir müəyyən məsələyə ağır bir məsələ kimi dəyər verir. Biz məsələn maddi bəlkə də sıxıntılarımızı çox şişirdirik. Amma Şeyx Müfid bir fətva verəcəkdi. Fətva verməkdə çətinlik çəkirdi. Fikirləşirdi ki, birdən səhv fətva verərəm, insanların aqibətinə mənfi təsir göstərər. Ona görə deyir, uzun uzadı təfəkkürə dalmışdı, ağlayırdı, dua edib zikr eləyirdi, Allaha yad eləyirdi. Deyir ki, ilahi, əgər bu yolda olmayan məndə təkəbbür yaranıb, bir nəzər sal. Yəni bilmərəm, təkəbbürümdən bir fətva verərəm, acı nəticə ilə qurtarar. Deyir, aləm rüyada gördüm ki, gənc bir şəxs mənə yaxınlaşdı, salamlaşıb dedi, ey Şeyx Müfid, biz səni nəzarətsiz buraxmarıq. Sən haqdan çıxmağa yaxınlaşarsansa, biz səni haqqa tərəf qaytararıq. Deyir, bunu yuxuda, aləm rüyada gördüm, yuxudan deyir, ağlaya-ağlaya sevincimdən oyandım. Dedim ki, şükür Allaha ki, biz deməli tənha deyilik. İndi insanın təsəvvürün ki, intizar fəlsəfəsinin ən böyük gözəlliyi də ondan ibarət ki, insan düşünür, başa düşür ki, yiyəsiz deyil. Onun böyüyü var, ona nəzarət eləyən var. Bu insana stimul verir ki, insan gözəl fəaliyyətlər göstərsin, yaxşı işlər görsün. Bu gecə mümkündür ki, məsələn, İmam Zaman əleyhissalam zuhur eləsin, mümkündür zuhur eləməsin, yaxud sabahki gün Mövlud günüdür. Amma bizim üçün əhəmiyyətli olan odur ki, əgər bu gecə biz özümüzdə dəyişiklik yaradarıqsa, istiğfar, tövbə eləyib Allah tərəfə qaydarıqsa, Allahın ibadətinə, bəndəliyinə qaydarıqsa, zəmanə imamına Mövlud gecəsində ən böyük hədiyyəni vermiş olarıq. Allaha and verir İzzət Cəlalı xatirinə bizi o həzrətin gəlişinə hazırlananlardan və gəlişinə şərait yaradan bəndələrindən qərar versin. Bir daha bayramımız mübarək olsun, salavat zikr eləyək.